Ramiz şef bizim günlərim master klass göstərəcək. Bu sağlam qida necə hazırlanılır? Gedək. Bu bizim əsas mətbəximizdir. Çox geniş. Yəni çox böyükdür. Bu hələ yarısıdır belə deyək. Bir dənə də mətbəximiz var. Yəni bütün cooking klasslar burada olunur. Ay sağ ol. Sizin lançınız burada olacaq. Yəni restoranda yox. Təbii ki, bəzi şeyləri hazırladım. O da nəyə görə sadəcə vaxt aparır. Deməli, sizdə bugün olacaq sobada pişmiş çuğundur, badam pendiri ilə, fennel, rəziyana, səhv etmirəmsə Azərbaycanca, xiyarla, bir də bergamot dressinglə, isti yemək isə risotto göbələk konsentratla, bir də göbələk çipsi ilə. Çuğunduru indidən qabaqcadan pişirdim, o vaxt aparır. Pütöy təmizləmirik, konteynerin içinə, yanında sarımsaq, rozmarin, timyan, 180 dərəcədə, bu ölçədə 3 saat yarım. Dediyim kimi tekstur dəyişir, ətə bənzər olur. Təbii ki, bunu qaynatmaq da olardı, yəni sadə bir yol. Amma vitamin təbii ki gedir, tekstur dəyişir, dadsız olur. Vay sağ, gör nə gözəl Ramiz şefin instrumentləri var. Bizdə hər şey var, nə lazımdır. Əslində, bura gələn qonaq, belə deyim, gəlməmişdən qabaq bu 100%'lik bilməlidir ki, nəyə görə gəlir. Yəni, sırf hansısa bir nəticə üçün. Nəticə üçün də gəlir biraz hazırlıq eləyəsin. Detoks, belə deyim, yaxşı bir şeydir. Çoxsu biraz səhv başa salır. Bəzilər gəlir sırf arıqlamaq üçün. Dediyim kimi, badam pendiri ilə gedəcək. Pendiri biz özümüz eləyirik. 1 litri suya 200 qram soyulmuş badam. Çiğ. Onu birinci blender eləyirik. Adi elə bir süddən necə pendir hazırlanır, eyni qaydada badamdan da eləmək olur. Labneyə oxşayır. Labneyə, hə. Sizdə siz desin, yerli mətbəxdir. Evet. Quyruq yağından istifadə edirsinizmi burada? Yoxsa yox? Yox. Ümumiyyətcə yağ, hətta kərə yağı istifadə edir. Kərə yağı, Menü 8 günlük hal-hazırda var, işləyir. Kərəm çox xoşuma gəldi. Sadə yemək də, amma... Qarğıdalı püresi ilə çox gözəl dedim və bundan sonra... Hələ dedim ki, ömrümün axırına qədər bunu versələr, yiyərəm. Mən belə deyim, acılığa tozumum var. Gün ərzində belə baxanda heç nə yemirəm. Ekranda elə görünür ki, elə çox yiyirəm. Belə dərindən nəfəs alanda biraz kökəlirəm. Özünüz burada əkirsiniz də. Noxuddur? Yox, bu çiya. Çiya. Əvvəl fərqli göyərtilər əkirdi, indi belə deyim, çiyadır əsas, bir də xardal. Xardal. Gördüyünüz cəhətdən çox gözəldir. Bir növ siz nəyə xatırladır? O vitele tanato. Ki orada ət olur, sonra ançoz satıyorum ben. Amma çox gözəl, çox möhtəşəm. Bravo şef. Çox sağ olun. Əla. Deməsəniz ki, bu badam pendiridir, qəti seçilməz. Salat dediyim kimi sizdə olacaq rəziyana, xiyarla, bir də bergamot dressingdən. Gözəl. Necə ki, kərəvüz kimi də, kərəvüzün belə kökü də var, belə kərəvüz də var. Bizdə doğruya vururlar kərəvüzü. Amma bizim bostanımız da var, biz orada da əkirik özümüz. Yəni fərqli şeylər. Rəziyanı mən xoşlayıram, biraz yumuşaq olsun. İndi havalar. Görürsünüz, Ramiz şef də əlcəksiz işləyir. Məncə ən çox əl yuyan bu aşpazdır, bir də həkim. Həkimdir, bəli, düzdür. Mənim rəhmətli atam da tez-tez əl yuyardı. Gün ərzində bir 30 dəfə, 40 dəfə əlini yuyardı. Hətta biz xlorla da belə dezinfeksiya edirdik. Hazırlayaq dressingi. Dressing təbii ki, limon suyu ilə də eləmək olar. Bergamot nəyə görə xoşlayıram, onun xüsusi bir ətri var. Aromatı var, düzdür. Heç nəyə oxşar deyil. Su, bu sadəcə bergamot suyu. Bergamot suyu. Qatı olmaq üçün nəsə əlavə eləməliyik. Bir şey var, ksantan. Dadı yox,
kalorisi yox, rəng vermir. Lap, yəni kimyəvi də işləyir. Və oldu. Dressing qatdı. Gözəl, əla. Biraz suyu buraxıb, Sıvır belə. oldu yumuşaq. Əlavə edirik xiyar. Duz əvvəl biraz əlavə elədim. Ona görə də dressinqə də vurmuram, xiyara da vurmuram. Bizdə duz məsələsi biraz biz ciddi yanaşırıq. Ciddi bəli. Gün ərzində maksimum 1 qram adam başı. Qarpız yemiş, ümumiyyətlə yemir. Ömrümün axırına qədər kim mənim qarpız yeyən görsə, ona 100 manat mükafat verəcəm. Dediyim kimi, belə yaz üçün Çox gözəl, çox möhtəşəm. İndi son ana yeməyi Ramiz şef hazırlayacaq. Göbələklə baxaq. Bəli, dediyim kimi, deməli soğan, sarımsaq biz çalışırıq istifadə eləməyə, çünki iştaha açılır. Onu əvəz edən Azərbaycanca deyəsən prasa, rusca luk porey. Göbələk biz istifadə edəcəyik ağ göbələk. Yəni bizdə yerli məhsullar çox istifadə olunur, amma yarısı yenə də xaricdən gələndir. Quzu qarnını da eləmirsiniz? Yox. Yəni burada var, özü də çoxdur. Yəni hər sezonda uşaqlar bilirlər, mən onu xoşlayıram. Yəni mənim üçün yığılır. Yağı biz lap az miqdarda istifadə edirik hər yerdə. Bir çay qaşığında 44,2 kalori var. Restoranda güya biz indi nəyisə healthy yeyəcəyik, salat sifariş edirik. Amma üstündən belə zeytun yağı, mayonezsiz, amma zeytun yağı. Axırda həmin salat çıxır, sonra da biz deyirik ki, mayonez ziyandır. Biz bunu qızartmayacağıq, sadəcə biraz elə bil ölçün. Burada əlavə eləyəcəyik timyan, biraz da rozmarin, sadəcə ətir üçün. Elə bu mənim bir olsun. Biz amma pitiyə 250 qram ət qoyuruq. Biz ümumiyyətcə göbələk çox istifadə edirik burada mətbəxdə. Ümumi 8 cürə göbələk. Onun da səbəbi nədir? Yəqin ki, eşitmişsiniz, bilirsiniz, umami məsələsi. Yəni 5-ci dad. Bəzi produktlarda bu təbii elə bil var. Əsas da ki, göbələklərdə. Çünki konsentrat, burada elə 8 cürə göbələyi biz özümüz eləyirik. Demi-glace kimi alınır. Sadəcə burada, belə deyim, həmin 8 cürə göbələyi qızardırıq. Ondan sonra rozmarin, timyan, dəfnə yarpağı. Demi-glace-da kimi qoyuruq vamxotda yavaş-yavaş. Axırda bu boyda qazandan çıxır elə 100-150 qram. Risotto deyirsin. Çaxırsız olacaq risotto. Çaxırsız. Və harada biz su əlavə eləməliyik, biz istifadə edirik tərəvəz bulyonu. Tərəvəz bulyonu bu birinci aşpaz gələn kimi birinci neyinir? Həmin bulyonu qoyur pişsin. Klasik kök, luk porey, adi soğanın əvəzinə, kərəviz, dəfnə yarpağı, qara istiot. Mən həmişə fenil də əlavə edirəm, rəziyana çünki sadəcə xoşlayıram. Və axır vaxtlar həm parsnip əlavə edirəm. Parsnip, pastırnak rusca, Azərbaycanca bizdə o tərəvəz işi yoxdur. Pastırnak bu kökə oxşar bir şeydir, sadəcə ağ rəngdə. Düz baxın, necə olmalıdır. Yəni konkret isti olur. Bəli. Ondan sonra əlavə edirik bura. Əsas 2 cürə düyü istifadə olunur risotto üçün. Arborio bir də carnaroli. Amma arborio elə bil formanın daha yaxşı saxlayır. Saxlayır. Parmezan əvəz edici.
Nutrition East pищевые дрожжи. Pişivi durur. Ha, siz dadına baxın. Bu elə bil mayadır, amma yəni bildiyimiz maya deyil. Tərəvəzin üstündə yetişdirirlər bakteriyaları. Aha. Ondan sonra tam yetişəndən sonra bunları yığırlar, blanş eləyirlər, ondan sonra qurudurlar. Kurulur ha. Veganlar istifadə edir, pendir əvəz edici sadəcə dad üçün. Elə bil pendir dadı biraz gəlir. Ortalama arası 16 dəqiqə pişir. 6 dəqiqə? 16. 16. Əsas da dad verən elə həmin konsentrat. Güzel. Bravo. Qaşıq, vilka, ложку, vilku. Vilka. Bunun dadına baxaq. Bu hüstiyaşı olmalıdır. Xırçıltılı. Sağ olun Ramus şef. Çok güzel, çok Такой əla. прям яркий грибной вкус. Эти чипсы у нас, они пользуются такой большой популярностью. У нас есть гости постоянные, которые из Москвы. Они, когда уезжают, всегда просят с собой тейк-эвэй этих чипсов. Ramus şefə öz mən minnətdarımı bildirmək istəyirəm. Bu günlərim çox şey öyrəndim. Deyək ki, bu badam pendiri olsun, bütün hazırlaması olsun, bax belə bir tərəvəz bulyonu olsun, ərzaqlardan, tərəvəzlərdən nə qədər gözəl dad almaq olar. Minnətdaram, təşəkkür edirəm. Risotto vəbşi çox gözəl, dəhşət. Ağ göbələklə görürsüz, bax deyir, şərabsız da gözəl dad almaq olar risotto ilə. Minnətdaram, təşəkkür edirəm. Sağ olun. Sağ olun.